Səncə həqiqətən azadsan? Yoxsa sadəcə başqalarının beyninə yerləşdirdiyi arzularla yaşayan birisən? Ən qorxulu manipulyasiya sənə yalan danışmaları deyil. Ən qorxulu manipulyasiya sənə yalanı öz fikrin kimi hiss etdirmələridir. Bir anlıq düşün. Niyə eyni şeyləri istəyirik? Niyə hamı məşhur olmaq istəyir? Niyə hamı zəngin görünmək istəyir? Niyə insanlar artıq yaşamaq üçün yox, göstərmək üçün yaşayır? Çünki dünya dəyişdi. İndi torpağı yox, insanın diqqətini işğal edirlər. TikTok, Instagram, YouTube, bunlar sadəcə tətbiq deyil. Bunlar insan beynini öyrənən laboratoriyalardır. Sənin nəyə baxdığını bilirlər, nədə dayandığını bilirlər, nədən qorxduğunu bilirlər, kimə paxıllıq etdiyini bilirlər. Və sonra səni idarə edən hissləri sənə təkrar-təkrar göstərirlər. Çünki ən gəlirli insan xoşbəxt insan deyil, özünü yetərsiz hiss edən insandır. Sən fitdə niyə hər gün milyonçular görürsən? Niyə hamı mükəmməl həyat yaşayırmış kimi görünür? Çünki sən öz həyatından narazı olanda daha çox telefona baxırsan. Bir oğlan 19 yaşında milyon qazanır. Bir qız Dubayda villada yaşayır. Bir influencer deyir, 30 gündə həyatımı dəyişdim. Sənsə gecə yatağa girəndə içində tək bir hiss qalır. Mən gecikirəm, mən uğursuzam, məndə nəsə çatmır. Sonra nə edirsən? Yenə telefonu götürürsən. Bax, ən təhlükəli hissə də budur. Səni yaralayan şey eyni zamanda səni özünə bağlayır. Bu təsadüf deyil. Keçmiş texnologiya rəhbərləri açıq şəkildə etiraf ediblər. Biz insanların diqqətindən asıllıq yaratmaq üçün sistem qururduq. Yəni sən zəif olduğun üçün uduzmursan. Sənə qarşı milyard dollarlıq psixoloji sistem işləyir. Amma manipulyasiya burada bitmir. Sən məhsul almırsan, sən kimlik alırsan. Nike ayaqqabı satmır, sənə mən güclüyəm hissi satır. Apple telefon satmır, sənə mən fərqliyəm hissi satır. Bahalı maşınlar sürət satmır, sənə status satır. Fitness brendləri əzələ satmır, sənə insanların heyran baxışını satır. Ən ağır tərəfi bilirsən nədir? Bir müddətdən sonra insan öz həqiqi istəyini unudur. Çünki uşaqlıqdan beyninə eyni cümlələri doldurublar. Pulun yoxdursa dəyərsizsən. Hamı səni tanımırsa uğursuzsan. Daha çoxun yoxdursa yetərli deyilsən. İnsan artıq xoşbəxt olmaq üçün yaşamır. Başqalarının gözündə kifayət qədər yaxşı görünmək üçün yaşayır. Ən güclü silah isə qorxudur. Tarix boyu insanları idarə etməyin ən asan yolu onlara düşmən göstərmək olub. Çünki qorxan insan düşünmür. Qəzəbli insan sual vermir. Qorxu içində olan insan ən rahat idarə olunan insandır. Və bəlkə də bu videodakı ən ağır sual budur. Sənin arzularının neçəsi həqiqətən sənindir? Və neçəsi sadəcə sənə illərlə reklam kimi yüklənib? Bəlkə də azadlıq istədiyini etmək deyil. Bəlkə azadlıq sənə nəyi istətdirdiklərini görə bilməkdir. Əgər belə mövzular maraqlıdırsa, insan beyni, manipulyasiya, gizli psixologiya və dünyanın görünməyən tərəfləri haqqında daha dərin videolar üçün DeepMind kanalına abunə ol.